Endoskopiya nə deməkdir? Endoskopiya mədə-bağırsaq sisteminin borulu orqanlarının selikli qişasının göz ilə müayinə metodudur. Endoskopik müayinə böyükləri aparıldığı kimi uşaqlara da aparılmalıdır. Bu, bir çox xəstəliklərin erkən yaşlarında diaqnostikası üçün çox böyük önəm kəsb edir. Uşaqların endoskopik müayinəsi böyüklərin endoskopik müayinəsindən ciddi dərəcədə fərqlənir. Nəzərə almaq lazımdır ki, uşaq orqanizmi böyük orqanizminin kiçildilmiş bir modulu deyildir. Uşaq orqanizminin fərqli patologiyaları və fərqli müalicə metodları vardır. Bu səbəbdən uşaqlara endoskopik müayinə keçirilməsi mütləq vacibdir. Rektal qanamalar, mədə-bağırsaq ağrıları, qarın ağrıları, uzun müddət davam edən qarın ağrıları, bunlar hamısı endoskopik müayinəyə göstəriş halı kimi qeyd oluna bilər. Pediatrik endoskopiyanın ən çox tələb olunan və daha çox rast gəlinən patologiyaları yad cisimlərdir. Bu, uşaqlar tərəfindən udulmuş yad cisimlərdir və bunların endoskopik çıxarılması uşaqlarda daha çox tələb olunur. Unutmayın ki, bir çox mədə-bağırsaq xəstəliklərinin diaqnostikasında endoskopik müayinə qızıl standart hesab olunur.